Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərin Tac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-sində Çinin yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Lou Meyin etimadnaməsini və Sloveniya Respublikasının Xarici İşlər Naziri Tanya Fayonu qəbul edib. Məlumatı Prezidentin mətbuat xidməti yayıb. Bugün Ermənistan, Gürcüstan və Azərbaycan Xarici İşlər Nazirlərinin müavinləri Tbilisidə üç tərəfli görüş keçirəcəklər. Missiyas xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb. Məlumatda Xarici İşlər Nazirlərinin müavinlərinin regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəkləri bildirilib. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısının tarixi məlum olub. Bu barədə təşkilatın saytında məlumat verilib. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı 20-22 may tarixlərində keçiriləcək. Qeyd edək ki, təşkilatın dövlət başçılarının 12-ci zirvə toplantısı isə bu il Azərbaycanda keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilib. Hazırda Bakı şəhərində, həmçinin Ağstafa və Qusa rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir. Əməliyyat nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33 uşaq olmaqla ümumilikdə 135 nəfər vətəndaş təxliyə olunub. Şabranda çaydan 2 meyit tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən gün Şabrançay çayının Şabran rayonu Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib. İsrail may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırırdı. Lakin ABŞ prezidenti Donald Trump Tel-Əvivin bu fikrini rədd edib. Missiyas xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb. Trump bu qərarı aylarla davam edən daxili müzakirələrdən sonra verib deyə vurğulanıb. Mənbənin sözlərinə görə İran danışıqlara hazır olduğundan hələlik hərbi əməliyyatlardan çəkinmə qərarı alınıb. Qeyd olunub ki, İsrail hücum planı hazırlayıb və 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırıb. Bütün bunların məqsədi Tehranın nüvə silahı yaratmaq qabiliyyətini ən azı bir il geriyə qoymaqdır. Bildirilib ki, hələlik Trump hərbi əməliyyatdansa diplomatiyanı seçib. UEFA Avropa Liqasında 4-1 final mərhələsinə yekun vurulacaq. Bugün keçiriləcək oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşəcək. Manchester United evdə Lyonu qəbul edəcəksə, Tottenham səfərdə Eintrachtın qonağı olacaq. Lazio evdə Bodo Glimtlə, Rangers isə İspaniyada Atletiklə görüşəcək. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.